Dedim bir dənə səhifə açıram, TikTok səhifəsi. Adını qoymaq istəyirəm, əlim yandı. Dedim əlim yandı qoydum, atam güldü. Dedi qoyma. Dedi biabır eləmə, qoyma, o nə addır belə. Orada atamın sözünə qulaq asmamışam. Bəzən qulaq asmamaq lazım. Bazarda dəyəri 25 minlik maşını verirdi 20 minə. Mən getdim videonu çəkdim ki, filan il, filan qiymət, əlim yandı qiymətə 2848. Videonun baxışı vurdu 1,5 milyon. Biz onu müştəriyə satdıq və videosunu çəkdik ki, filan adam aldı həqiqətən bu maşını. Bu günlərim belə fəaliyyət göstərirsə, yəqin ki, düz işləmişik. Mən Zeynalov Nihat Nadimoğlu 2004-cü ildə anadan olmuşam. Əlim yandı avto şirkətinin qurucusuyam. Mən məktəb vaxtında 4 ilə 5 ilə oxuyan bir adam olmuşam, şagird olmuşam. Sonradan 16 yaşım olanda artıq istəyirdim bir iş görüm, bir işə başlayayım. Hətta 15 yaşımda 9-cu sinif, 10-cu sinif olanda evdəkilər deyirdi, oxu, universitetə qəbul ol. Mənim fikrim o tərəfdə deyildi, belə deyim açığı. İstəyirdim hansısa bir biznes qurum, biznes açım. Hətta o vaxtı sahil metrosunda bir çap mağazası var idi. Köynəklər almışdım. Zeyof qoymuşdum adını. Zeynalov familiyama uyğun Zeyof. O köynəklərin üzərinə Zeyof yazısını qoyub onları satmağa çalışırdım. Sonradan o işə tərəf yönəlmədim. Dərslərimi oxumağa başladım. Çünki evdən çox deyirdilər, universitetə qəbul ol, universitetə gir, sonra nə istəyirsən elə. Mən də evə söz verdim ki, girəcəm, ondan sonra mənə qarışmayasınız. Hətta belə bir şey deyim, sizin videolara da baxırdım mən. Deyirdim ki, bir gün mən də belə bir videolarda çəkiləcəyəm. Yəni o sizdə əminliklə deyirdim onu. Xoşlayırdım çünki biznesmenlər danışır. Hətta mən indi də deyirəm ki, mən hələ özümü bir şey bilmirəm də, yəni təzə başlayıram. Hələ görəcək çox işlərim var. Amma belə deyim, indi bu yaşıma görə müəyyən qədər nailiyyətə nail olmuşam. Universitetə girdim. O vaxt atam söz vermişdi ki, maşın alacaq mənə. Sonra bir fikir gəldi ağlıma. Universitetdə oturmuşdum sinifdə. Instagramda bir dənə video çıxdı qabağıma. Ağ ayaqqabılar olur, Nike. Ağ ayaqqabının üzərinə şəkil çəkmək xarici bir şeydir. Yəni bu Azərbaycanda görməmişdim. Daha doğrusu görmüşdüm, orijinalın üzərinə çəkirdilər. Səhv eləmirəmsə hələ də davam edirlər onunla. Mən deyirdim ki, orijinal yox, A klass və yaxud da premium klass ayaqqabının üzərinə belə bir şey. O işə başlamaq istədim. Rəngli bir boyalar lazım idi mənə və ayaqqabı dərisinin üzərində o boya qalmalıdır. Normal boyalar o dərinin üzərində qalmırmış səndə. Mən sonradan öyrəndim. O səhvlərim də oldu. Rəssam tapdım, boyatdım, getdi. Sonra araşdırdım, xaricdən sifariş verdim, gətirdim. O tutdu. Qəşəng də pul yığmışdım. Atama gəldim, dedim ki, bəs ata bu qədər pulum var, özüm yığmışam. Onun da satışını təbii ki də TikTok, Instagramla eləyirdim. Hətta açıq dəftərim var idi mənim. Onu atama göstərəndə atam belə qəribə qaldı ki, bu qədər sifariş sən çatdırmısan. Hamısını da özüm çatdırdım bu arada. Çünki kuryerə 2 manat verməkdənsə özüm aparım 2 manat cibimə qalsın. Tələbəyəm də. Belə pul yığdım. Sonra fikirləşdim ki, paltar geyim dükanı açım. Evdə atam oturmuşdu, normal bir gündür, yemək yeyir. Gəldim, dedim ki, mən mağaza açmaq istəyirəm. Dedi, nə tər açasan, nə cür eləyəsən, hardan zakaz eləyəsən malı, necə gətirəsən. Mən dedim ki, mənə maşın alacaqdım, maşını istəmirəm. Maşın alma, belə də fikirləşirdim ki, alma deyəcəm, o pulu versin mənə başlayayım, yəqin ki, sonra alar. Amma həqiqətən almadı. Almadı o maşını mənə. Dedi, özün bu qərarı vermirsən, atamda o var. Yəni, nə qərar verirəm, arxamda durur. Amma deyir, özün vermirsənsə, axıra kimi get. Axtardım, araşdırdım ki, bəs İstanbuldan malı alıb gətirirlər. Mən də oversize köynəklər satmaq istirdim. Amma hardandır, necədir, heç bir şey bilmirəm. Hansı şəhərdən, hansı tərəfdən, necə vururlar. O normal kargo şirkətləri olur. O normal kargo şirkətləri onu satış məqsədidir deyə gətirmirlər. Onu toptancılar gətirir. Mən bunu bilmirəm. Bir dostum var, onu da götürmüşdüm yanında. Onun 18 yaşı tamam olmuşdu. Mənim hələ 16 idi, 17 olacaq. Getdim İstanbula, hava limanında düşmüşəm. Bilmirəm hara gedəcəyimi. İnternet yox, evdəkilər heç bir xəbər ala bilmir. Getdim bir təhər taksidən soruş, ondan soruş, necə. Otel tapdıq, yerləşdik, Wi-Fi-ya qoşuldum. Artıq mənim hava limanından düşüb Wi-Fi-ya qoşulmağımın arasında 5 saat vaxt var idi. Normalda 2 saat yoldur. İnsan əlaqə saxlayar evdəkilərlə falan ki, çatmışam. 5 saatdır məndən xəbər yoxdur. Bizim evdəkilər də alverlə məşğul olublar. Kitaydan, Binə Ticarət Mərkəzində alverlə məşğul olublar. Mən uşaqlıqdan o Binə Ticarət Mərkəzində alveri görmüşəm, götürmüşəm. Atam yığdı mənə, dedi ki, mən Kitaya uçanda deyib 4 saat, yarım 5 saat uçuram, sən Türkiyəyə neçə saatdır çatanmamsan. Bəs izah elədim ki, belə-belədir də, Wi-Fi yox, bir şey yox. Hətta orada taksinin adına da nömrə aldım. O taksi gözləyəndə də pul yazılmış. Təsəvvürün 40 manat, 50 manatlıq yola 120-130 manat pul vermişdim mən. Taksimetrə deyilən bir şey varmış. O indi bilirəm, çox gedib gəldim ondan sonra. Getdim topdana, baxdım, malları seçdim, bəyəndim. Mallarım artıq hazırdır. Buradan 1 seriya, buradan 3 seriya hamısını yığmışam, beynimdə yazmışam. Bunların hamısını bir yerə yığmaq lazımdır.
lazımdır. Onu mən otelə yığa bilməyəcəkdim. Yəni otelə yığsam da o kargo şirkətinə necə verəcəklər? Orada bir qardaş var idi, yaşı məndən böyük, abi deyirdik biz ona. Danışdım ki, bəs 16 yaşım var, təzə girişimciyəm, genç girişimciyəm, mənə kömək elə. Nəsə o mənə kömək oldu. Dedim mənim mağazama yığ malları, eybi yox, buradan göndərərik. Nəsə göndərmə vaxtına gəldisə kargoya verməliyəm malı. Bilmirəm hansı kargoya verəcəyimi. Dedi hansı kargo? Məndə Azərbaycanda müəyyən kargolar var. Trendyol kimi məsələn gedib götürür səni. Onların adını çəkdim. Dedi onlara göndərə bilmərik. Onlar icazə verilmir də. Yəni seriya ilə satış məqsədli göndərəlməyə. Çıxdım çölə dedim mallar batdı. Ya bunların hamısını küçədə satmalıyam İstanbulda dəyər dəyməzinə. Ya yarı qiymətinə götürərlər, götürməzlər bilmirəm. Qaytarmaq da olmur. Orada təzədən getdim o abi ilə danışdım. Dedim bəs belə bir dəfə mənə kömək elə. O öz adınla göndərdi elə bil ki. Mən sən demə Bakıdan akkaunt açmalıyam. Nəyisə imzalamalıyam. Belə işlər vardı. Onları sonradan eləmişəm. Amma mən birinci bilmirdim. Onun adından göndərdim, gətirdim. Targovda Zeyof Store mağaza açmışdım. Bunun da reklamı özüm TikTokda, Instagramda və yaxud da dostlarıma geyindirirdim, başladım çəkməyə, maraqlı kontentlər düzəldirdik. Bir gün ağlıma belə bir şey gəldi ki, qaradərili bir model tapım, ondan videolar çəkim. O videolarda TikTokda 2 milyon, 3 milyon baxış yığmışdı. O vaxta görə çox yüksək idi. Instagramda səhv eləmirəmsə 700 min biri, 800 min biri səhifələr paylaşırdı. Satış məqsədli olmasa da gülməli bir video idi. Məsələn, qaradərili modelli gəlir, Azərbaycanca danışır, deyir, qaqa mənə 100 manatım var, bəs geyim hazırla falan belə. İnsanlara maraqlı gəlir. Cabra yetim cabra. Ay 215 min izlenmişler ne TikTok'ta? Oo, bomba kimi. 20 mindən başlamışdım, maşının pulunu qoymuşdum, 5 mini obyektin remontuna vermişdim, 15 minlik mal vurmuşdum. Həmin 15 minlik malı 5-6 aya 3 qatına falan çıxartmışdım. 2 il o obyekt işlədi. 2 ildən sonra yaşım da az idi, səhv elədim. İşlədiyim yerdən, mağazadan çıxmaq istədim ki, Targovunun daha iç tərəflərinə, daha adam çox gəlib gedən yerinə. Bu arada mənim əvvəlki mağazamda qabağından bir nəfər keçmirdi. Yəni elə bir yerdə idi ki, konum atırdım müştəriyə. Müştəri tapa bilmirdi konumdan da. Yəni məhəllələrin arasında bir yerdi. Müştərini gedib özüm gətirirdim. Deyirdim orada deyən gedim gəlim. Hamısını gedirdim falan yerdən gətirib gəlirdim. Sonra dedim bu belə olmayacaq. Yeri dəyişim də, biraz daha yaxşı yerə keçim, daha böyük yerə keçim, adam işləyə olan küçəyə keçim. O küçəyə keçdim. Onunla bunun hesabatı düz gəlmədi və yaxud da mən uşaq idim, biraz da onlar da var. Obyekti tamamilə batırdım. Amma orada mən çox şey öyrəndim də. Həmin vaxtlarda özümə maşın da almışdım. Düzdür, 20 minlik maşın almışdım. 12 minlik mən düzəltmişdim. Qalanını pava qoymuşdu, aldıq. Sonra onu da satası oldum, onu da qoydum ora, yenə o da batdı. Amma yəni bugünkü günə baxanda yaxşı ki açmışam deyirəm. Nə qədər pul batırsam da yaxşı ki batırmışam deyirəm. Çünki o yaşımda mənə çox şey öyrətdi həmin o obyekt hesabatı, necə iş qururlar, necə mal gəlir, siyahıya alınır, pulun xərcləməmək lazımdır, ayırmaq lazımdır. Siz batırandan sonra nə səhv elədiyini adam evdə fikirləşir ki, bunları eləməsəydim bunlar olmazdı falan belə. Nəysə obyekti batırdım. O yaşda əlimdə o qədər pul olan adamın əlində heç bir qəpik də yoxdur. Bizdə evdə zirzəmidə biraz hündürdü. Mini ev kimi belə bir yer var. Depressiyaya düşmüşdüm. Bir aydan çox 40-45 gün oradan çölə çıxmamışdım. Yəni dostlarım gəlir, deyirəm gəlin bura. Deyirlər çölə çıxaq, deyirəm yox. Papa gəlir məsələn deyir ki, bəs pula öyrəşmisən də, deyir gəl pul vereyim. Bu gün çölə çıx, başın açılsın da. Görür ki, çıxmıram. Telefona baxıram, yatıram, dururam. Mamam sağ olsun, yemək gətirir, yeyirəm. Yəni belə. Sonra dedim ki, mən belə getməz də. Yəni 1 gün, 2 gün, 3 gün, 10 gün belə getmir. Atam çox əvvəldən maşın işi ilə məşğuldur və çox yaxşı başa çıxır. Hətta atamın dostlarının hamısından eşitdiyim bir söz var ki, deyirlər bəs atandan öyrənmişik bu işi. Mənə də həmişə öyrətmək istəyib maşın işini. Hətta paltar işinə girişməmişdən qabaq demişdi ki, mənə bəs maşın işinə giriş, ondan maşın alaq, maşın sat. Mən də demişdim ki, maşın işi mənlik deyil, çətin gəlirdi mənə biraz. Maşına həvəsim dəhşət çox idi, amma uşaq vaxtının şəkilləri də var, maşından düşmürəm. Hətta 1 yaşım olan gün ad günümdə papa məni tutur maşın sürməyə öyrədir ilk dəfə. Sonradan yavaş-yavaş papanın yanında işləməyə başladım. Yəni necə dedim 15 manat günə mənə pul ver, gəlim yanında öyrənim. Bu işdə bir müəllimim var, o da mənim atamdır. Yavaş-yavaş yanında işləyirdim. Necə alırlar, necə satırlar və yaxud da maşının yanına gedir, almağa gedir. Nəyinə baxırlar, alırlar, nəyi pis olsa almırlar. Maşın almağa gedəndə öyrədirdi papa mənə. Məsələn, kapotu açıb göstərirdi ki, burasında belə olanda vuruq var. Əvvəl vuruq olub olmayıb onları öyrədirdi mənə. Aparırdı ustaya öz maşınını ki, 100 manat, 150 manat xərci var. Falan yeri xarabdır, gedirdi onu ustaya düzəldi. Mən bilirdim ki, artıq motordan bu səs gələndə bu ola bilər. Atam ondan qabaq deyirdim ki, falan yerindəndir məsələn. Sveça dəyişilməlidir, babin dəyişilməlidir. Deyirdi, hə, onda sevinirdim ki, bilirəm, başım çıxır. Çünki çox çətin iş kimi gəlirdi mənə maşın işi ümumiyyətlə.
Dedim indi bu maşın işində TikTok, Instagrama apara bilərəmmi? Fikirləşdim ki, atam bu işi yaxşı bilir. Mən də o sosial medianı belə deyim, yaxşı bilirəm. Bunlar birləşsə nəsə qəşəng bir şey ortaya çıxar. Oturmuşduq baba ilə yenə. Dedim bir dənə səhifə açıram, TikTok səhifəsi. Adını qoymaq istəyirəm, əlim yandı. Bundan əvvəl təbii ki, insanlar öz aralarında deyirdi ki, əlim yandı, maşın düşdü, aldım. Amma əlim yandı auto adında heç bir səhifə yox idi. Dedim əlim yandı qoydum, atam güldü. Dedi qoyma. Dedi biabır eləmə, qoyma, o nə addır belə. Dedim nə qoyum? Bizim də maşınların nömrəsinin axı 071-dir. Dedi 071 Kars qoy. Mən də fikirləşirdim ki, bəs hər yerdə var da, yəni 123 və yaxud da atıram, 893 rəqəmlər var. Mən onlardan ayıracaq, önə çıxaracaq bir ya ad lazımdır, ya da bir şey nəsə tapmalıyam da. Niyə o qədər maşın satanlar var, avtosalonlar var? Onlardan məni fərqləndirən nəsə olmalı? Niyə məni takib eləsinlər? Niyə mənə baxsınlar? Sonra maşınları başladım əlim yanında avto qoydum. Orada atamın sözünə qulaq asmamışam. Bəzən qulaq asmamaq lazım. Maşını çəkdim, bir dənəsini. Əlim yandı qiymətə 2012-ci ilin X5-i. O da yadımdadır. Atamın avtosalonunda bir nəfər gəldi. Dedi bəs maşını satıram. Bazarda dəyəri 25 minlik maşını verirdi 20 minə. İndi bu dəqiqə 5 min aşağı maşını o qədər də çox bir şey eləmirlər. Amma o vaxtı 20 minə maşın ümumiyyətlə tapmaq olmurdu. X5-dən gedir söhbət. 2008-in 4.8 motor X5-i. Behib hava vermişdi. Sabah apardı yoxlatmağı özü almaq istədi həmin maşını. Mən getdim videonu çəkdim ki, filan il, filan qiymət, əlim yandı qiymətə 2008-4.8 videonun baxışı vurdu 1,5 milyon. Daha doğrusu bir günə vurdu hardasa yarım milyon. Yuxudan oyandım, baxdım mesajlar, takip qalxıb. Atamda elə bir xasiyyəti var ki, bir işdə əgər biraz qığılcım olsa, o işə yatırım eləyir. O maşını öz alacaqdı. Biz onu müştəriyə satdıq və videosunu çəkdik ki, filan adam aldı həqiqətən bu maşını. Təbii ki də inanmadılar. Dedilər yalandan paylaşıb izləyici yığmaq üçün, amma həqiqətən yəni mən bu vaxta kimi bir elan olsun, elanı yalandan paylaşmamışam. Nədir real? Hamısında müştərilər indiyə kimi də yaxınam, gediş-gəliş var. Sonra elə bir hər gün çəkməyə başladım. Səhifə oldu 15 min takipçi. 15 min takipçi də səhifəni vurdular, bağladılar. Hətta zənglər də gəlirdi ki, eləməyin, indi yaxşılarından başqa yerlər deyirdi ki, bizim alverimizi öldürürlər. Deyirlər ki, bu belə bir şey Azərbaycanda yayılmaz. 20 minlik maşını 15 minə alanda çox adam deyir ki, əlim yandıdsa nəsə problemi var. Çox adamın o ağlına gəlir ki, niyə bu qiymətə satır? Yəqin ki, problemi var. Birinci ağla gələn sual odur. Amma bir yeri qaçırırlar ki, yəni bu əlim yandı mövzuları olmamışdan qabaq mənim atımda maşın alverçilər. Maşın alverçiləri elə onları gəlir 15 minə alırdılar, 20 minə satırdılar. Elə bir ki, mən alverçilərin alacağı qiymətləri artıq Azərbaycana göstərdim ki, bəs belə maşınlar bu qiymətə alınır. Gəlin mən sizə göstərirəm videosunu, gəlin siz alın. Və deyirdim, aparın yoxlatdırın. Yoxlatdırıblar məsələn, elə olub ki, 500 manat, 300 manat problem çıxıb, sahibi ilə danışıblar, ya qiymətdən düşüblər, ya deyib ümumiyyətlə almıram. Bizdə də orada ofis haqqı olurdu da, elə alan adamdan ofis haqqı alırdı. Bizim də qazancımız o idi. Hətta indiyə kimi də müzakirəsi gedir çox yerlərdə ki, bəs xarab maşınlar olur, vurulmuş maşınlar olur, əzik maşınlar olur. İndi reklam kimi çıxmasın, bizim salona gələn heç bir maşında vurğudar yoxdur. Hamısına biz baxırıq. Bizim artıq 10 nəfərə yaxın kollektiv var ki, məsələn, canlı yayıma kömək eləyirlər. Biri ustadır, gəlib baxırlar, biri kompüterə baxır. Yəni hamısını var. İçəri girməmişdən qabaq yoxlanılır. Maşın uyğundursa birinci qiyməti, ikinci maşının vəziyyəti. O salınır içəri, biz onun videosunu çəkirik. Yox, maşının vəziyyəti yaxşı deyilsə əgər, bu ucuz verməyin səbəbi də həmin o vəziyyətin yaxşı olmadığına görədirsə, əgər mən onun videosunu çəkmirəm. Çünki bilirsiniz, tutaq ki, siz gəldiniz, məndən maşın aldınız. Səhəri gün o maşında gördünüz ki, vurğudardı, sonradan bildiniz onu, mən onu demədim. Ətrafıca yayılacaq ki, filan yerə getdim, orada maşın pisdir. Almayın. Bu günlərin belə fəaliyyət göstərirsə, yəqin ki, düz işləmişik. İşimiz yaxşı olur. Yəni biz nətər halal çörək qazanmaq yaxşı şeydir. Atam həmişə mənə deyir ki, bir yerdəki haramçılıq oldu, o iş axıra kimi getməyəcək. Bizim birinci filialımız deyil əslində bura. Mən ən birinci Razində Talkuska bazarının yanında açmışdıq. Orada 3 dənə maşın var idi. Üçü də bazar qiymətindən baha idi. Gətirdilər maşın qoyurdular. Deyirdim heç narahat olmayın, maşın satacağam, bəs belə danışırdım. Qoyurdular maşını. Hər gün 6 saat, 7 saat canlı yayımda əlimdə telefonu tuturam. Özdə bilirsiniz nətər belə indi danışıram. Bu nə qədər istəyirsiniz danışım da. Yəni orada biraz həyəcanlı danışmaq lazımdır ki, həm canlı yayım qalxsın, həm millətə bunun əlim yanında olduğunu izah eləyəsiniz ki, inandırasınız ki, həqiqətən bu əlim yandıdır da. Həyəcanla 6 saat, 7 saat evə gedəndə danışa bilmirdim. İsti çaylar içirdim ki, biraz boğazım açılsın. Hamı deyirdi ki, bu işin axırı yoxdur. Atam deyirdi, gəl çay iç, gəl çörək ye, 6 saat, 7 saat. Deyirsən, dəlisən, neyinirsən. Yadımdadır, qış ayı idi, ya payız ayı idi, yağış yağırdı. Başıma kapşonu keçirtmişdim. Yağışın altında qışqırıram. Həmin gün canlı yayım qalxmışdı. Yavaş-yavaş
səlirdim, amma açdım canlı yayımı. Birdən güclü yağış başladı. Yağışa belə deyim, qaza gəldim, başladım biraz da qışqırmağa. Canlı yayımda 10 nəfər idi, o vaxt yadımdadır. 92-93 nəfərə kimi qalxmışdı canlı yayımımız. 92 nəfər oldu, 120, 130, yavaş-yavaş qalxa-qalxa takipçim də qalxırdı, izləyənlər baxırdı. 20 min maşını paylaşan 15 min. Adam gəlib deyir, siz cəmaatı aldadırsınız. Deyirəm, maşın gözünün qabağındadır da, al 15 min ver al. Deyir, yox, mən almıram, 15 min versən mənə verəsən. Deyirəm, mən verəcəm. İnandırmaq olmurdu. Bu siz nətər qəribə insanlar var. Gəlirdi, sırf bizlə dalaşmağa da belə deyim. Məqsədi o idi ki, dalaşsın. İndi də salonda baxa bilərsiniz. Düzdür, indi hamısının problemi yoxdur demirəm. 100 manat, 150 manat ola bilər, 200 manat problemi olar. Onlarda bütün maşınlarda bu dəqiqə var. O əslində problem deyil, qlobal problem deyil o. Problemdir, amma qlobal deyil. Əsas problem motordur, korobkadır, maşının vuruğudarı olmasın. Bir də söz deyim ki, xaricdə daha çox maşın məsələn dəyişən detalı olanda alırlar. Deyir, hə dəyişibsə yaxşıdır. Bizdə belə bir şey var ki, maşın detal dəyişibsə, o yaxşı deyil. Çox adam elə fikirləşir. Amma mən neçə nəfər görmüşəm ki, maşının detalıdır, məsələn öz üstəyinə uyğun dəyişib o detalı. Gələcək məqsədlərim bu işi böyütməkdir təbii ki, amma artıq Azərbaycan istəyirəm çoxsu tanısın, 80% tanısın. İndiyə kimi bizim 1,5 milyard izlənməmiz var. Bəyənimiz hardasa 15 milyon, 14 milyon olmalıdır. Instagram, TikTok qarışıq. Daha da bunu artırmaq istəyirəm təbii ki. Daha fərqli konseptlərlə, insanların maraqla baxacağı videolar çəkmək istəyirəm. Yəni həm də salonda mən elə bir şərait yaratmışam ki, burada müştəri gəlir, tam ödənişsiz çəkiliş olunur, canlı yayın olunur. Maşının sahibi keçir oturur, bizdə restoran var orada. Sırf onlara restoran heç bir hafta sonunda görməmişəm. Bəlkə də var, bilmirəm. Mən rast gəlməmişəm. Orada otururlar, çaylarını, çörəklərini, yeməklərini yeyirlər. Biz satırıq maşını, deyirik ki, pul vücud. Yəni belə bir rahat sistem qurmuşuq ki, hamıya rahat olsun. Bundan sonra da filialı böyütmək istəyirəm. Başqa bir filial, elə bir yerdə açmaq istəyirəm ki, bura gələ bilməyənlər Sumqayıt tərəfdə, 20 yanvar tərəfdə istəyirəm. Ağlımda o fikir var, onu deyə bilərəm. Və ağlımda çox fikir var, prosta. Çoxunu deyə bilmirəm ki, ilk olmaq istəyirəm ona görə. İnşallah eləyəndə də görərsiniz, bəyənərsiniz, xoşunuza gəlsə.